Müsahibim Azadlıq Radiosunun müxbiri Xədicə İsmailovadır. Studiyamıza xoş gəlibsiniz. Təşəkkür edirəm dəvətiniz üçün. Son dövrlərdə sizlə bağlı hansı hadisə baş veribdir? Yəni bu ünlü hadisə nədir? Mən güman edirəm ki, bu tək mənimlə bağlı baş verən hadisə deyil. Bu ümumilikdə azad sözə hücumdur və jurnalistikaya olan hücumdur və konkret olaraq Azadlıq Radiosunda bir-birinin ardınca dərc olunan jurnalist araşdırmaları ilə bağlı olan hadisədir və konkret baş verən budur ki, martın 7-sində mənim ünvanıma bir məktub gəlib. Bu məktubun içində şəxsi həyata aidiyyəti olan şəkillər, yəni intim xarakterli şəkillər var və o şəkillərdən əlavə bir dənə də not var, kağız var. Orada qeyd var və o qeyddə yazılıb ki, söyüş yazılıb və yazılıb ki, özünü yığışdır, yoxsa rüsvay olacaqsan. Və mən ümumiyyətlə heç həmin şəkillərin montaj və yaxud həqiqət olub-olmadığına ümumiyyətlə heç toxunmuram bu məsələyə. Çünki məsələ bunda deyil. Məsələ bundadır ki, bu azad sözə hücumdur, şantajdır və bu şəxsi həyatın toxunulmazlığı prinsipinə ziddir. Bu cinayətdir. Detallarına varaq, hansı poçt xidməti vasitəsilə gətirilibdir həmin məktub? Mən hansı poçt vasitəsilə gətirildi, bu detallara varmıram. Çünki güman edirəm ki, bu istintaqın üçün maraqlı olacaq məlumatlardır və bilmirəm. Çünki əgər rəsmi istintaq baş verməyəcəksə, mən bunu müstəqil kriminalistlər vasitəsilə aparacam bu istintaqı və buna görə də artıq detallarla istəmirəm mane olan bir şey. İstintaqdan əlavə özünüz araşdırma aparıbsınızmı? Yəni şəxs kimi sizə qarşı bu hansı tərəfdən, hansı istiqamətdən gəlibdir? Hökumətin bu təzyiqləridir, şəxsi insanların təzyiqləridir, biznes qurumlarının təzyiqləridir. Çünki sizin araşdırmalarınız müxtəlif spektrlidir. Xeyr, müxtəlif spektrli deyil. Mənim əsas araşdırmalarım, indiyə qədər olan araşdırmalarımın da, indi üzərində işlədiyim araşdırmalarımın da yəni əsasən hədəfi ən yuxarı səviyyədə olan korrupsiyadır. Yəni ölkənin ta prezidenti və yəni onun ailəsi və ən yüksək səviyyəli nazirlərlə bağlı olan korrupsiyadır. Və mən güman edirəm ki, bu təkcə indiyə kimi elədiyim araşdırmalarla bağlı deyil. Prezidentin qızının qeyri-qanuni banka özəlləşdirməsi əməliyyatı və bunun ardınca cəmiyyətə yalandan Siemensə məxsus olduğu deyilən Nar Mobile Azərfon şirkətinin prezidentin qızlarının offshore şirkətləri vasitəsilə təsis olunduğu və onlara məxsus olduğu barədə araşdırmam təkcə buna görə deyil və hal-hazırda üzərində işlədiyim araşdırma ilə bağlıdır ki, bu yaxın günlərdə araşdırmanı bitirib dərc edəcəyim. Bu araşdırma hökumətin vətənpərvərlik adı altında təqdim etdiyi dövlət bayrağı meydanında prezidentin ailəsinə məxsus ola biləcək bir şirkətin pul qazanması ilə bağlıdır. Yəni bu layihə hamıya yüksək vətənpərvərlik aktı kimi təqdim olundu. Bu layihəni tənqid edən hər kəsə xalq düşməni adı verdilər. Amma əslində indi əldə etdiyim sənədlər ona dəlalət edir ki, bu şirkətin, o şirkət ki, həmin o bayraq meydanını tikib, prezidentin ailəsinə məxsus idi. Yəni, vətənpərvərlik, insanların vətənpərvərlik hisslərindən istifadə edib pul qazanıblar. Digər bir sual, siz istintaq orqanlarına da müraciət edibsiniz. Hansı vasitə ilə müraciət edibsiniz? Cavablar varmı? İstintaq aparılırmı? Ümumiyyətlə, sizi dindiriblərmi? Çağırıblarmı? Mən cümə günü, yəni mən almışdım ayın 7-si, ayın 7-si artıq iş günü bitmək üzrə idi. Mən qərar qəbul elədim ki, prokurorluğa müraciət edirəm. 8-i iş günü deyildi və 9-u səhər göndərmişik məktubu. Məktub göndərilib və bu sürətli poçt xidməti ilə göndərilib.
və çatdırılması, baş prokurora ünvanlanıb, prokurorluğa çatdırılması barədə də əlimizdə sübut var. Amma indi mənə jurnalistlər zəng eləyib deyirlər ki, baş prokurorluqdan onlara deyiblər ki, müraciət gəlib çatmayıb onlara. Mən bilmirəm bu nə deməkdir. Hər halda mənimlə nə baş prokurorluqdan, nə Daxili İşlər Nazirliyindən heç kim əlaqə saxlamır, heç kim bu işlə maraqlanmır. Və mən bilmirəm ki, baş prokurorluğa nə etmək lazımdır ki, yəni sürətli poçt xidməti əgər işləmirsə, mən nə etməliyəm ki, baş prokurorluq bu məsələni həqiqətən işləməyə başlasın. Sürətli poçt xidməti məktubun çatdırılmadıqdan sonra sizə xəbər verməlidir ki, məktub çatdı. Məktub çatdı, bəli. Belə bir xəbər də vermişik. Cəlil Məmmədquluzadə dediyi kimi. Məktub yetişib, bəli. Məktub yetişib, amma cavab yoxdur məktubda. Amma cavab yoxdur. Yoxdur. Belə olan halda məhkəməyə müraciət etmək fikrindəsinizmi ki, yəni dövlət orqanlarının fəaliyyətsizliyindən? Şübhəsiz. Şübhəsiz. Mən bütün qanuni yollardan istifadə edib, həm bu şantajın arxasında duranları, həm də bu şantajın araşdırılmasına əngəl olanların cəzasına çatdırılmasını istəyəcəm. Daha geniş bir sual vermək istəyirəm. 2005-ci ildə Monitor jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetiriləndə belə bəyanatlar səsləndi ki, azad mətbuatın susturulması başlandı. İndi isə fərdlərin susturulması, azad insanların susturulması mərhələsi başlayır. Siz necə hesab edirsiniz? Hamını sustura biləcəklərmi? Əslində, mən bu məsələni belə qoymuşdum. 1998-ci ildə Azərbaycanda rəsmən senzura ləğv edildi. 2005-ci il martın 2-də özünü senzura tətbiq edildi. Çünki 2005-ci ildə Elmar Hüseynov qətlə yetiriləndən sonra ümumiyyətlə bir sükut çökmüşdü. Bir xeyli müddət heç kim, yəni olduqca azalmışdı cəsarət jurnalistlərdə. 2006-cı ildə yadınızdadırsa Heydər Əliyev Fondunun gəlirlərinin hardan gəldiyi barədə suallar qoyan bir yazı dərc olundu və o yazının müəllifi sonra aparıldı Şor gölünün yanında, Masazır gölünün yanında, onun ayağının üstündən 2 dəfə maşın keçdi. Yəni Bahəddin Həziyevdən. Bahəddin Həziyevdən söhbət gedir, bəli. Və bu hadisələr xeyli azaltmışdı bu cəsarət həddini. Müxalifət qəzetlərindən başqa, əslində daha çox Azadlıq qəzetindən söhbət gedir. Bundan başqa demək olar ki, İlham Əliyevin bulaşdığı korrupsiya əməlləri ilə bağlı yazılar getmirdi. Və gedən yazılar da daha çox araşdırmasız, sənədsiz lozunqları idi, şüarlar idi. Daha çox, yəni o təbliğat xarakterli materiallar idi. Yəni jurnalist araşdırması şəklində bir şey çıxmırdı ortalığa. Mənim gümanım budur ki, bu sükuta son qoyan Washington Post qəzeti oldu. Washington Post qəzetinin Dubay mülkləri haqqında araşdırması və bu sənədləri üzə çıxarma qabiliyyətini ortaya qoyması biraz yerli jurnalistləri, şəxsən mənə belə təsir elədi ən azından ki, biz niyə bunu eləmirik? Bu birbaşa bizə də aiddir. Biz, yəni daha çox bizə aiddir. Biz niyə bu işləri görmürük? Və o baxımdan, yəni mən həmin məqalənin müəllifinə də təşəkkür düşür o baxımdan ki, bizə bir özümüzə nəzər salmağa bir daha imkan verdi, bir daha belə bir sövq elədi bizi ki, öz işimizə nəzər salaq. Və bundan sonra mən başladım o texniki imkanları gəlişdirmək. Necə olur ki, Washington Post qəzetinin müxbiri tapır o elə sənədləri, biz tapa bilmirik. Başladım araşdırmağa. Məlum oldu ki, dünyada gəlişmiş mexanizmlər var. Dünya araşdırma jurnalistikasında. Database-lərlə işləmə qabiliyyətləri var. Bunları araşdırdım, öyrəndim, onlayn trening götürdüm. Yəni, kompüter vasitəsilə elə birbaşa öyrəndim və o vasitələrdən istifadə edib bu sənədləri üzə çıxarmağa başladıq. Və nəhayət, çünki hər bir çap olunan materiala görə prokurorluq orqanları, hüquq mühafizə orqanları cinayət işi başlaya bilər, araşdırma apara bilər, təhqiqat apara bilər. Sizin dərc etdirdiyiniz materiallarla bağlı hər hansı bir araşdırma aparılıbdırmı, təhqiqat işləri olubdurmu ki, bu səhvdir və yaxud düzdür, bunun yəni subyektləri doğrudanmı bunlardır və yaxud başqalarıdır, korrupsiya elementləri kimlərdir?
Təəssüf ki, bu baş vermir Azərbaycanda və bu təkcə mənim araşdırmalarımla bağlı deyil. Heç kimin araşdırmasının nəticəsi bitmir də prezidentdən tutmuş orta səviyyəli məmurun korrupsiya halına qədər. Mən güman edirəm ki, bu korrupsiyaya qurşanmış sistemin səciyyəvi xüsusiyyətidir. Orada hər kəs bir-birindən əlbirdir. Korrupsiyaya qurşanmış sistem lap başında oturan adamdan tutmuş, İlham Əliyevdən tutmuş, orta səviyyəli məmuruna qədər. Bir-biri ilə əlbirdilər. Hər birinin cinayətləri bir-birinə bağlıdır. Bu, hər kəs bu sistemdən o cinayət mənasında ortaq olduğu üçün, o cinayət ortağı olduğu üçün bir-birləri ilə yaxşı əlbir də fəaliyyət göstərirlər. Və mən güman edirəm ki, bu o çıxış yolu axtaranlar üçün artıq kifayət qədər bir istiqamət verir ki, bunun çıxış yolu hardadır? Nə cür mübarizə aparmaq lazımdır bununla? Yəni, sistem və tam o mübarizədən söhbət gedə bilər. Məni bir məsələdə maraqlandırır. Sizin müdafiənizlə bağlı medianın səhifəsində hər gün çoxsaylı məlumatlar, məqalələr dərc edilir. Beynəlxalq təşkilatlardır, Human Rights Watch-dır, Amnesty International-dır, jurnalist təşkilatlarıdır. Hətta deyək ki, Azadlıq Radiosunun prezidenti sizinlə görüşübdür, dünən burada Bakıya gəlibdir. Yəqin ki, səfərinin əsas məqsədlərindən biri də sizin müdafiəniz idi. Bəs Azərbaycan hüquq mühafizə orqanları, dövlət orqanları hər hansı bir iş görübdürmü sizin müdafiənizlə bağlı, təhlükəsizliyinizlə bağlı? Mən yenə dediyim kimi, onlardan heç bir, belə deyək, dövlət orqanlarından heç bir dəstək görməmişik. Mətbuat Şurasının sədri zəng eləmişdi. Əflatun Amaşov dedi ki, Mətbuat Şurası bu məsələnin araşdırılmasını nəzarət altında saxlayır və tələb edəcəklər ki, bu şikayət araşdırılsın və sona qədər cəzalandırılsın. Amma bugün maraqlı bir hadisə baş verdi. Yeni Azərbaycan qəzetini həmkarlarımız göndəriblər mənə bugün bir link. Yeni Azərbaycan qəzetində bir məqalə dərc olunub. Tam başdan ayağa yalan və təhqirdən ibarət bir məqalədir. Böhtandan ibarət bir məqalədir. Həmin məqalədə Azadlıq Radiosunun əməkdaşlarından tutmuş, mənim ailə üzvlərimə qədər, yəni artıq vəfat eləmiş atama qədər hər birinin ünvanına böhtanlar yağdırılır. Mən güman edirəm ki, bu kifayət qədər əsas verir ki, biz əslində bundan əvvəlki şantajında ünvanı barədə ehtimallarımızı bir daha təsdiqləyək. Bu, Yeni Azərbaycan Partiyasının rəsmi orqanıdır. Mənim haqqında korrupsiya araşdırmaları, yəni araşdırmalar yazdığım insan Yeni Azərbaycan Partiyasının sədridir və Yeni Azərbaycan Partiyasının nümayəndəsidir ali icra orqanında. Mən güman edirəm ki, bu kifayət qədər çox məlumat verir bizə. Mənim növbəti sualım idi bu qəzetlə bağlı ümumiyyətlə. Azərbaycandakı demək olar ki, əksər siyasi partiyaların liderləri sizi müdafiə elədi. Amma nədənsə də iqtidar partiyasından bir səs çıxmadı. Parlamentdə insan haqları üzrə komissiya var, komitə var, onun üzvləri var, çoxsaylı deputatlar var orada. Onlardan bir səs çıxmadı. Ombudsmandan bir səs çıxmadı və qanunla jurnalistin təhlükəsizliyini dövlət öz üzərinə götürüb, ona iş şərait yaratmaq, azad şərait yaratmaq, iş şəraiti yaratmaqla bağlı kütləvi informasiya vasitələri haqqında qanuna görə dövlət təminat götürüb, öz üzərinə öhdəlik götürülübdür. Bax, bunlardan xəbər olmadı. Necə qiymətləndirirsiniz? Bilirsiniz, bu mənim situasiyam başqalarının situasiyasından fərqli deyil. Yəni, bu ölkədə necə ki, insanları tamamilə saxta ittihamlarla həbs edirlər, sadəcə alternativ fikirlərini ifadə elətdiklərinə görə, sadəcə azadlıq istədiklərinə görə, sadəcə daha ədalətli sistem istədiklərinə görə. Necə ki, bu ölkədə gənc Facebook istifadəçilərinin cibinə narkotik atıb tuturlar. Necə ki, gənc siyasətçilərin saxta ittihamlarla ordudan güya yayındığı, xidmətdən güya yayındığı ittihamı ilə həbs edirlər. Necə ki, və bütün bu orqanlarda susur.
Elə də mənim haqqımda. Yəni və prinsipcə bəlkə də elə bu ədalətsizlikdə bir ədalət var ki, bu ayrı seçkilik qoymur. Yəni mənə də başqaları kimi yanaşırlar. Zaten mən əslində təəssüf hissi keçirdiyim bir hal var ki, bütün bu müdafiə kampaniyası ilə bağlı ki, bu təşkilatlar ki, indi bütün qüvvələrini səfərbər edib ölkədə siyasi məhbusların azad olunmasına çalışmalıdırlar. O cümlədən həbsdə olan jurnalistlərin azadlığa çıxmasına indi mənlə məşğuldurlar. Və bu mən təəssüf hissi keçirdirəm bundan ki, bu səylər indi mənim müdafiəmə yönəlib. Amma bu mənim günahım deyil və mən düşünürəm ki, bu kampaniyanın özündə bir fayda var gələcəyə nəzərən. Çünki indi buna qədər də belə şantaj xarakterli olub, belə şantajlar olub, intim xarakterli şantajlar olub və əgər kimsə bunların bir dəfə qarşısına çıxıb bunları buna görə cəzalandırmasa, necə ki, indi dünyada və ölkədə ictimai rəydə bunlar öz cəzasını alırlar. Bunu etməsə, onlar davam edəcəklər bunu. Və mən yəqin ki, bu mənim üzərimə düşən vəzifədir ki, mən onları mənə qarşı elədikləri o şantaja görə, mənim şəxsi həyatıma müdaxiləyə görə cəzalandırım ki, onlar bir daha bunu başqasına tətbiq eləməsinlər. Mən qeyd edim ki, 96-cı ildə məni də bərk döyüblər və bu günə qədər də həmin adamı mən tanıdım, göstərdim və bu günə qədər də həmin cinayət işi bağlandı, 4 dəfə açıldı və bu günə qədər də xəbər yoxdur. Söhbət ondan gedir ki, mənim Brejnev dövrü yadıma düşdü və o dövrdə Brejnevin qızının həyat yoldaşının bir maraqlı sözü var idi. O həbs ediləndə yazmışdı ki, bilsəydim ki, məni həbs edəcəklər, mən həbsxanaları Sibirdə yox, Yaltada tikdirərdim. Yəni, bizim atalar bir sözümüz var ki, quyunu dərin qaz, gen qaz, bir gün özün düşəcək. Çünki bu həyat belədir ki, ziddiyyətlərdən ibarətdir. Bugün, yəni, o Newton qanunu var da, 3-cü qanun, qüvvə təsir əks təsirə bərabərdir. Bir gün əks təsir güclənir və səni yıxır. Mən demək istəyirəm ki, yəni bugün bu jurnalistlərə qarşı olan hadisələr sabah hər hansı bir siyasi partiyaya qarşı çevrilə bilər, hökumət nümayəndəsinə qarşı çevrilə bilər və çevrilir də, zaman-zaman göstərir bunu. Onu demək istəyirəm ki, yəni bu hadisələr yol verilməzdir. Şəxsən bu mənim jurnalist mövqeyimdir. Əslində, yəni sizinlə razıyam müəyyən mənada, amma ki, yəni o baxımdan razıyam ki, mən də bu yaxınlarda bir araşdırma işdirdim. Misir diktatoru Hüsnü Mübarəkin yaxınlarının korrupsiya yolu ilə qazandığı pulların izlərini araşdırırdıq. Mən bunu üzv olduğum və əməkdaşlıq elədiyim mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları layihəsi çərçivəsində eləyirdim. Bu böyük beynəlxalq bir təşkilatdır. Bir neçə ölkədə onun nümayəndəlikləri var və araşdırma jurnalistikası ilə məşğuldurlar sırf. Və bu təşkilat mənim də orada şərəf duyuram ki, deməli, qatqım olub o araşdırmada. Bu təşkilat hətta beynəlxalq Interpolun araşdıra bilmədiyi bir cinayəti araşdırıb və sübutlar ortaya qoyub. Həmin o Salim ailəsinin, Mübarəkin yaxınlarının Panamadakı offshore şirkətlər vasitəsilə pul yumasını təsdiq edən məsələlər qoyub və burada Azərbaycanlıların da iştirakı olub, Azərbaycan vətəndaşlarının iştirakı olub. İndi hüquq mühafizə orqanlarının bundan sonra tədbirlər görməsi artıq jurnalistin işi deyil. Amma yəni bu halın özü göstərir ki, sonra və indi Mübarəkin pulları, Qəddafinin pulları yavaş-yavaş xarici banklardan çıxarılır, qaytarılır, o mülklər qayıdır xalqın mülkiyyətinə. Güman edirəm ki, bunun özündə bir tarixi ədalət məsələsi var. Amma razılaşmadığım tərəf nədir? Bax, bu cür mübarizə metodları var. Ölkədə hansı dəyişiklik baş verirsə versin. Mən ümid edirəm ki, bu sistemin yerini əvəzləyəcək sistem həm əxlaq, həm intellekt baxımından daha fərqli nümunə ortaya qoyacaq. Və hətta indi bu geri zəkalı, ağılsız, intellektsiz və əxlaqsız hərəkətlərlə məşğul olan
bu şantaj əməlləri ilə məşğul olan insanlara qarşı belə eyni üsullardan istifadə olunmayacaq. Mən indiyə qədər dəfələrlə imkanım olub ki, elə hakim ailənin üzvləri barədə də faktlar olub və s. Onlar dəfələrlə əlimə şəxsi xarakterli məlumatlar keçib. Sənədli, sübutlu və s. Və mən heç zaman bu məlumatların yaymamışam. Çünki bu mənim bildiyim jurnalistika deyil. Bu mənim təqdir etdiyim jurnalistika deyil. Mən heç vaxt heç kimin şəxsi həyatı haqqında bir cümlə də yazmamışam. Heç kimin. Hətta heç xoşuma gəlməyən insanların belə şəxsi həyatına müdaxilə eləmirəm. Çünki bu ilk növbədə mənim əxlaqımdan xəbər verir. Mənim yazdıqlarım ilk növbədə mənim əxlaqımdan xəbər verir. Haqqında yazdıqlarımın yox. Və mən özümün reputasiyam haqqında kifayət qədər düşünən adamam və mən bu işləri ən azı özüm bəyənmirəm deyə etmərəm. Və o adamlar haqqında da ki, ümid edirəm ki, Azərbaycanda bir gün daha ədalətli sistem mövcud olacaq və o sistemdə heç kimin, o cümlədən sistem düşmənlərinin indiyə kimi cinayətlər törətmiş və dəfələrlə bax bu cür bugünkü əxlaq nümayiş etdirmiş insanlara qarşı da belə şeylər baş verməyəcək. Bir məsələ var ki, onu yəni burada keyfimi pozan əslində bir məsələ də var ki, yəni güman edirəm ki, mən daha intellektli, daha savadlı bir yanaşmaya layiq idim. Və çox təəssüf edirəm ki, Azərbaycan kimi gözəl insanları olan bir ölkəni bu cür geri-zəkalı sistem idarə edir ki, burada hətta belə deyək, bir jurnalistə qarşı mübarizəni də bir balaca düşünərək, ağılla, savadla, intellekt ortaya qoyaraq eləmirlər. Yəni ayıbdır belə. Belə ağılsız olmaq hətta onlar üçün də ayıbdır. Düşüncə tərzindən asılıdır. Hər öz düşündüyü kimi hərəkət edir. Söhbət heç əxlaqdan getmir, söhbət keyfiyyətdən gedir. Bu qədər neft pulu ki, bunların əlində var, bu qədər oğurluq pullar ki, bunların əlində var. O oğurluq pullarla bunlar daha keyfiyyətli mübarizə apara bilərdilər. Çox təəssüf edirəm ki, bunu edə bilmirlər. Hər halda Victor Hugo'nun gözəl bir sözü var, deyir, vicdan insanın biliklərinin məzmusudur. İnsan necə biliklər alıbsa da o cürdə vicdanlı hərəkət edir. Bu mənada studiyamıza xoş gəlibsiniz. Çox sağ olun, gəldiyinizə görə təşəkkür edirəm. Bugünkü qonağım Azadlıq Radiosunun müxbiri Xədicə İsmailova idi. Sağ olun. Sağ olun.